loxlayıb kiməsə ərə gedəcəm kimisə. Mən niyə gedirəm? Onurğam əyilib. Mən dünənləri qız uzanıb divanda, mən belimə əylə, mən qaş işləmişəm. Elə oğlana zəng eləyərəm, kartıma pul atar da. Belə də ki, subay qızam, hansı oğlan məni saxlayır, öcə bilirsiniz, nə var ki? Bəziləri kimi səhər açılır, qeyrətdən danışmıram ki. Əvvəllər deyirdilər ki, krop giyinənlər pozğundur, krop giyindilər. Sonra dedilər, içki içənlər cındırdılar, özləri içdilər. Sonra da deyirlər ki, qəlyan çəkənlər pozğundur. Az sizin başınız xərabdır. Siz vapşı da gecə bu içkini içirsiniz, səhər paxmel canını açırsınız, başınız süzdədir. Kafanız yerindədir sizin. Siz necə qeyrətdən danışırsınız? Biz sizin ətrafınızdakı qadınların vidindən bilirik ki, siz nəsiz? Olmaz axı, heç olmasa o qadınlara hörmət eləyin, cəmaata vedrə bağlamayın. Mənim ətrafımda trans da var, küçədə qalmış da var, həçxam da var, evli qadın da var, boşanmış da var, subay da var. Mən necə ağzıma alıb deyə bilərəm ki, filan kəs əxlaqsız deyə inanırsınız. Mən ərimdən sonra kişi görməmişəm ki, tərbiyəsizdir. Adamın şəklini qoyarlar adamın qabağına ki, az gör kimlərlə oturub durursan, sən kimlə danışırsan. Bəs süründə cəmaatı gic cındır yerinə qoydunuz. Axmaqsınız, siz. Düşüklər. Bu günləri bir dənə kayıt görmüşəm. Belə eləyirik. Biz qəlyan çəkmirik ki. Qəlyan çəkirəm mən. Elektron qəlyan çəkirəm. Əcə bilirəm. Pulvuzdan alam. Yoxçu eləyirəm. Efesin limonlu pivəsini də içirəm. Yoxçu eləyirəm. Pulvuzdan içirəm. Özüm bilərəm. Yalandan canlılarda demirəm ki, mən içki içmirəm. Bəli. Xoşum gəlir. Limonlu pivədən xoşum gəlir. İçirəm. Elektron qəlyan da çəkirəm. Bu biri qəlyandan çəkə bilmirəm. Sinəmi yandırır. Sizin ətrafınızda giyinən qızlardan biz bilirik də siz nəsiz. Heç olsa danışmayın. Danışmayın. Lol ol. Mən ərimdən başqa ər bilmirəm ki, siz kimin yanına aborta gedirsiniz, biz o həkimi tanıyırıq. Eşitirsən, gizli. Aftaba sənin atondur. Mercedes Tursik giyinib, axşam trasa çıxan. Vızqır da az buradan. Vızqır da az buradan. Atasından uşaq doğan bir cəngə. Gör məni necə hissləndirdi. Nə deyir? Attım bloka. Bütün günü qriyyətdən danışırlar. Ginekoloqlarını biz tanıyırıq. Qurana and olsun, neçə dəfə aborta gedirlər, biz bilirik. Bəsdir də, sən qorxuvuzdan telefonları adamla girirsiniz ora ki, sən Allah, birdən məni çəkiliş eləyərlər, birdən məni sayta qoyarlar. Canlını açırlar yekə-yekə. Bizim ərimiz var, bizim ərimiz. Bilirik, ərimiz də var, saxlayanımız da var. O əri itin yanına bağlasın, ona olsa qalmırsınız. İti də bağlasın, o it deyər ki, başqası ilə olar gəzim, amma sənlə ailəli qalım, amma başqası ilə gəzim. İt də elə deyər ona. Qala ki sən. Mən bilsəydim o vaxt ərimdən boşanmazdım. Mən elə oğlana gələk ərə gedərdim ki, şapka kimi yanımda gəzdirərdim bunu. Kül mənim cındır başıma. Anam dedi bir dənə keçəl qədə var o vaxtda. Ona ərə getginə. Getmədim ərə. Ay bacı, indi canını da açacaqdım. Min yukka da giyinəcəkdim. Bacı qəlyana alacaqdı, fışt eləyəcəkdi. Hanı? Cəhənnəm olsun. Getmədim də, kül mənim ağlıma. Getdim bir dənə dəliyə. Dəli də dedi, enli şey giyin, futbolka giyin, enli şalvar giyin, səy-səy. Qoymadı ki. Qoymurdu bacı, o da mənə kiç kimi qısqanırdı. Mən neyimi qısqanırdın? Öldü yuvanı oxşayırdım. Neyinirsən məni? Açıq-saçıq giyinən qızla diyandın, əlim ayağım əsir deyə. Melis çox sağ ol. O səni mənə qoymurdu, valla. Bir gün binəyə getdik kutka almağa. Bacı binəyə getmişik kutka almağa. Oğlanın biri bir sükana girəndə riski məni gördü, açdı qapını. İndi əlim ayağım əsir ki, məni öldürəcək ki, o gədə kimdir sənə qapı açır. Sən onu o vaxtdan tanıyırsan. Ay Allah, mamam bu kutkaları görsədir, içəri girib mən əsirəm. Deyirəm, bu oğlanı döyəcək, ya bu bunu döyəcək, aləm deyəcək də bir-birinə. Anama dedim ki, mama çıxaq, mən baxa bilmirəm. Bacı, elə bildim ki, gədə yenə qapıda dayanıb. Məcun qapını açır.
Bacı, necə elə bildim ki, ucu qapı açıqdır da, ucu bu tərəfə baxmıram ki, qapını tutub yoxsa yox. Kimdən danışırsan? Uşaqlarımın dədəsindən. Bacı, elə bildim ki, oğlan yenə də hələ də qapıda dayanır. Mənə qapı açır da. Necə bu qapıya mənim başım belə deydi, qapı belə elədi. İndi durub qapıda gülür. Deyirəm, niyə gülürsən? Deyir, sən körsən. Deyirəm, kör deyiləm, qorxudan. Kör deyirəm. Deyirəm, kör deyirəm, qorxudan. Şəkər xəstəliyi tutmuşdu mənə, ay bacı, Quran haqqı. Ki, bu kimlərsə dava eləyəcək, bu qırğın eləyəcək, bu söz-söhbət yaradacaq. Onun dərdindən, küçəyə çıxmırdım, qonaqlığa getmirdim. Mən elə insandan qorxuram, otururam evdə. Az indikilər ərlərinin başına oyun gətirir. Vallahi mən idim, 12-12 telefon, səssiz rejim, bez zuvuk. Hə, yaxşı oldu, sağ ol, yeyirsən, içirsən. Hə, yaxşı, salamat. Hə. Hə, də yaxşı, az danış. Sənlə yaxşı bir dənsə satım, sənin səhər vaksinin vurulmayıb. Sən biraz ince ola bilmirsən, qıcı danışırsan. Mən burada niyə ince olum ki? Oğlan tutum özümə, indirəm buradakı oğlanları. Mən həyatımda incəyəm, sən narahat olma. Lazımı adamla da incə də danışıram. Baxan kimi bilinir ki, üzüm üzlər görüb. Mənim nə qədər də üzüm üzlər görsə də, sənin kimi damaşlı döyürəm. Sənin kimi evdə otura-otura cadulara zəng eləyim, onun ağzını bağlayım, buna qıfıl elətdirim. Ona xakirə zəng eləyim, xakir kişilərə, cürbəcür profillər açım. Nə qədər də üzüm üzdər görsə, hələ özüm də düzlərdə qalmışam. Səni kimi bicibalı olub, arvad olub otura bilməmişəm, gülməyən başıma. De getdiyincə. Kimi deyir, bilmirəm. Görmədim, məni hürsləndirdi. Mən onun cavabını verdim. Xəstə adamam mən. Neyirsən? Bəxtə ver. Heç də çıxmışam turbanın üstünə. Səni biyabır eləmişəm. Baxmısan kayda. Səni mən pirikola qoymuşam. Anamın birinci videosuna baxmışsınız səhifəmdə. Gedin baxın. Quran haqqı səni mən paylaşmışam. Bilmirəm, mən nə bilim, basta knopkasını. Anamı paylaşmışam, görmüsünüz? Az 5 dəqiqədir də qaynayır, qoy yaxşı qaynasın. Uşaq bundan alınmalıdır, deyə. Az yandırmaram, narahat olma, gündəlik 3 manatlıq evdə qalarıq. Sən Allah yaxşı, artisti eləmə. Sənlə döyürəm amama. Artisti eləmə. Az mən nə bilim, sana neçədən çanika qoymuşdum az. Yekə adamsız az, denən ki, zuzu çanika qoymuşsan da. Siz neçə adamsız az, ayıb olsun sizə canım. Çanika basmışdım da mənə. Və mən niyə demədiniz? Adamla çanika var. Çanika qaynayıb su qutarıb. Az mən nə bilim. Az görürsən səydərəşəmdə, niyə yazmırsan? Az hoşsuz şeyəm mən. Mən təzə öyrənmişəm ki, Raul 2-ci sinifdə oxuyur. Armud ye. Yemirəm, mən armudunu indirəm. Naxçıvana çoxlu salamlar.
Biz olduqda günah. Az nə olar, az adam adama yazar ki, ay bacı. Sən ərdə necə oturmuşsan, az otura bilmirdim, darıxırdım. Bir gün anama zəng elədim ki, mama evə qayıtmaq istəyirəm. Mamam dedi, hamiləsən. Sonra uşağı doğdum, dedim, mama bu uşağa baxa bilmirəm. Dedi, uşağım var. Sonra ikinciyə hamilə qaldım, dedim, mama ürəyim sıxılır. Dedi, otur. Sonra onda doğdum, dedim, mama safsəm ürəyim sıxılır. Dedi, bala, tam oturmalısan. Elgün, mənim nömrə bir uşaqla Elgün, sənə canım qurban. Elgün, özümü bir dənə etiket elə burada. Özümü bir dənə etiket elə, mən səni burada biabır eləmək istəyirəm. Uşaqlar, bir xanım var, paltar mağazini var. Neçə gündür səhifəsi bağlanıb. Özümü etiket elə də burada. Hə. Neçə gündür yazıq qızın səhifəsi bağlanıb. Ay Allah, hamıya zəng edir, heç kim onun səhifəsini açmır. Elgünün nömrəsini vermişəm. Xanımın səhifəsini açıb, o qədər sənə dua eləyib, qızlar. Səhifəmizdə nə problemimiz varsa, blogerlər burada bəlkə də çoxu mən fake'lə izləyir. Sizin o cəsarətiniz yoxdur axı fake'dən çıxıb orijinal səhifəmizdən bura gələsiniz. Orijinal səhifələrinizi Elgünə bilirsiniz, ürəklə verə bilərsiniz ki, o sizin səhifənizi idarə eləsin. Həqiqətən də səhifədə nə problem olur, qısıtlamalar, bloklamalar, səhifə yerli dibli gedir. Nə problemimiz varsa bu insana yazırsınız da, bu səhifəyə yazırsınız. Təmənnası sizin yanınızdadır, jeton çıxarılması filan hamısını həll eləyir. Çox gözəl qəlbi var. Bir tanecik, Gəncəli balası. Toyunda bir sən neyniyəcəyəm adı. Təzə mənə almaq istəyirdi. Sonra gördü ki, mən o yuvanın quşu döyürəm. Dedi ki, yox, sənin əməkə tutmaz. Dedim, ay Elgün, sən məni necə alasan? Mənim 2 tane çocukum var. Həm də mən gecə saat 4-dən sonra gəzməyi xoşlayıram. Ay can. Bir də mən ona dedim ki, mən gecə saat 4-dən sonra gəzməyi xoşlayıram. Elgün də dedi ki, mənim mamamın xasiyyəti ağırdır. Mən səni saxlaya bilmərəm, bala. Poxumu məndən uzaq elə. Mən də uzaqlaşdım Elgündən. Sonra Elgünə məsləhət gördüm ki, başqa qızdan ailə qursun. Yazıqdır da. Niyə? Yazıq deyir. Bu evdə yatacağım, mən də gedəcəyəm, perodoklu Niva ilə gəzəcəyəm. Olmur axı. Utandı. Səndə o utanan sifət var. Ad günlərindən də bacı qalmır. Ad günlərindədir. Bütün günü. Bacı, durum əynimi geyinim. Mən çıxım gedim. Siz bekarsınız, qurban olaram sizə. Mən iş adamıyam. O boyda vəzifə sahibiyəm. O boyda evdə kreslom var. Durum saçımı, başımı düzəldim. Bacı, çıxım gedim. Kimlər utanma deyə şoka girdi. Az niyə ye? Pis söz dedim ona. Dedim, mənim yerimə başqa qız olsa özünü soxuşdurar. Mən soxuşturmadım. Çəkələ dəngina, tikə dəngina. Adam şortik giymək istəyir. Kablokla şortiki giyinirsən, düşürsən məli edirlər. Neyini, Ramazan bayır. Canım benim, Ramazan bayramımızın. Dur get bacı, görək. Ölürəm sənin əlindən, bacı, elə ölürəm sənin əlindən. Onda olmasa, xala qızıya zəng eləyərsən. Xala qızı bilir də nə qayıracaq. Az ölürəm mən bunun əlindən. Bu məni öldürüb. Bir bu, bir də bu. Məni öldürüb. Biri zəng eləyir, üzüyümə tax, biri yazır ki, get yaxınlaş. Az niyə danışmır? Küstüm. Əla həzrət kimdə qız? Uşaqlar, gülmək istəyirsinizsə, birinci səhifəmdəki videoya girin. Bir də qızlar, kimlər arıqlacıcı çay istəyirsə, səhifədə əlaqə nömrəsi var. Qızlar, oraya yazırsınız. Bax, mənim qarnım tamamilə çəkilib. Qarnım, buram arıqladı, buralarım arıqladı. 65-dən 53-ə düşdüm. Çatdırılma ilə bir yerdə var, yəni düz qapozun ağzına. Bax, bu nömrəyə yazın. Bu nömrəyə. Səhifəyə girirsiniz, səhifəmə. Burada nömrə var, bu nömrəyə yazın. Bir dənə hamilələr, süd verən xanımlar, ürək əməliyyatı, bir də ki, onkoloji xəstələr. Yazmayın, xahiş eləyirəm. Sizə olmaz. Bir də az yaşlılar. 17 yaşdan yuxarı xanımlar. 90 çəkidən aşağı xanımlara tez təsir eləyir.
90 çəkidən yuxarı xanımlara az-az nəticə verir. Çünki onlarda pi balansı var ona görə. Öpürəm, sizi sevirəm. Nara xanım, səhifəmdə nömrə var, oraya yazda, qurban olaram sizə. Şəkər xəstələrinə də olar, hamısına olar. Onkoloji ürək xəstələrinə olmaz, hamilə süd verən. Burada nömrə var, oraya yazın. Maşın sürməyi hardan öyrənmirsən? Naftalin iyi vermiş əmimdən. At kimdən öyrənəcək? At, aman! Az hamısı içə bilir də, bacı. Məni də öp. Yeraz. Yeraz. Özvü yaxşı apar. Özvü yaxşı apar ki, səssizdə blok atmayayım. Mən sizə hamınıza burada oğlanlara demişəm ki, mənim burada nə qədər oğlan varsa, onlara 1 qram hissiyatım yoxdur. Nə vaxtsa zaman keçər, həyat dönər, il dönər, dövran dönər. Subayçılıq olar. Küçənə görə nə olur, nə olmur. Həyatdır. Camaat dağ boyda ərini itirir, 3 nəfərə gedir. Hələ ki, o şeydə döyürəm, canım mənim. Şirinlərim, ballarım. Yaxşı mı? Mənim hisslərim virtual buradakılara oyanmır. Küçədə nə vaxtsa. Çik, çik, çik. Pik, pik, pik. Piki, piki, piki. Çiki, çiki, çiki. Getdim, öpdüm. Mən pul qazanmaq ayındayım. Bacım, maşınımı değişib niyə alıcıyam. Öpdüm sizi. Səhifədə nömrə var, oraya yaz.